hansı? Dediyim kimi çox gərgin bir oyun keçdi. Komanda şəklində yaxşı mübarizə apardı və son qədər düzəltdi və əlimizə düşən şansları da dəyərləndirdik. Bunun üçün şadıq və sözümüz gələn onları köklənmək Ümumiyyətlə birinci və ikinci hissəni müqayisə etdikdə, ikinci hissədə daha çox Qarabağın qapı ön epizodları gördük. Ümumiyyətlə ikinci hissə barədə siz nə fikirləşirsiniz? Çox stresli keçdi. Əlbəttə ki, rəqib hesabda gerdə olduğu üçün buna hardasa bizi məcbur edirdi və komanda şəklində axıra qədər dözdüyümüz üçün əlbəttə ki, əlavə bir şad, xoşbəxtlik. Ümumi olaraq, yəni dedik ki, rəqib buna məcbur edəcək üçün məcbur edir. Amma qələbə qazanabildiniz, təbrik edirik. Növbəti oyun səfərdə olacaq barədə Çox ciddi bir rəqibdir. Düşünürəm ki, daha da artırmaq lazımdır komanda şəklində və bu oyuna qədər maksimum çalışacaq ki, oyuna hazır olmaq və daha yaxşı performans göstərək komanda şəklində. Həmçinin komanda yoldaşlığınız Dincev və Qudiyevin təmaslı seçilməsi barədə təbrik etmişsiniz. Əlbəttə, komanda şəklində təbrik etdik və Azərbaycanlı oyunçunun seçildiyi üçün çox xoşbəxt olduq onun adına. Ümid edirəm ki, davamı gəlmək daha çox istənilən gedərsiniz.